Zahid Xəlil, ballı və xallı. Bir arı ilə milçək dostluq edirdi. Onlar hər gün çəmənlikdə görüşür, hərə öz işi ilə məşğul olurdu. Ballı çiçəklərdən şirə çəkir, xallı isə hara gəldi qonurdu. Xallı həmişə qaşqabaqlı olurdu. Heç zaman üzü gülmürdü. Hətta doyunca yemək tapandan sonra da kefi açılmırdı. Bu, ballını maraqlandırdı. Axı bunun keyfi niyə açılmır? Deyə ürəyində fikirləşdi. Ballı bir dəfə milçəklərin ölkəsinə getdi. Burada ağız dəyəni qulaq eşitmirdi. Milçəklər bir-birini qarışmışdı. Hara gəldi uçurdular. Yemək görən kimi bir-birinə imkan vermədən irəli cumurdular. Elə milçək vardı ki, yeməkdən az qala qarnı partlayacaqdı. Az qalan da olurdu, amma onların heç bir şən görünmürdü. Qaşqabaqları yerlə sürünürdü. Bal toplaya bilməmişəm. Məni pətəyə buraxmırlar. Bu bizim qanunumuzdur. İşləməsən ac qalarsan, həm də çöldə yatarsan. Axşama hələ çox var. Get işlə payını gətir. Siz bu qədər işin içində necə də xoşbəxtsiniz? İşləməyən dişləməz. Hər birinizi bu gözəl çıxışlarınıza görə təbrik edirəm. Bilirsiniz ki, bugün biz Zahid Xəlilin yaradıcılığına müraciət elədik və xallı və ballının hekayəsini oxuduq. Biz buna oxunuşuna başlayanda dedik ki, bizim ekspertimiz də var. Onlar öz rəylərini bildirəcəklər. İndi buyursun İlhamla onu buyurunura çıxın, səhnəyə çıxın. Əvvəlcə Onurun fikrini alaq. Bizim hekayəyə başlayanda 4 dənə qızımız müəllif olaraq yazıçının sözlərini çatdırdılar. Onların oxusunda nəyi bəyəndin, nəyi bəyənmədin, onlar intonasiyaları, vurğuları, səs ahəngini düzgün yerinə çatdıra bildilərmi? Onu demək istəyirəm ki, hamısı çatdırdı, intonasiyaları düzgün idi. Vurğusunu da tam yerində qoymuşlar. Cümlələri səlis idi, səhvləri yox idi. Təşəkkür, qızlar, təşəkkür. Və İlham, sənin fikrinin alaq xallı və ballının diyaloqunda onlar obrazlı aktyor bacarığını çatdıra bilirdilərmi? Nitqləri səlislidirmi? Necə idi onların oyun bacarıqları, səhnə hərəkətləri? Müəllimə, birinci səhnə hərəkətləri əslində çox da belə necə deyim, aydın deyil idi. Aha, yəni qarışıqlıq olduğu biraz. O qarışıqlıq nədə idi? Yəni ilk dəfədir deyə məncə ola bilər. Onlar eksprompt olaraq səhnəyə çıxmışlar, bunu da nəzərə alaq. Və yəni səlis danışırdılar. Səlis danışırdılar. Bütün cümlələr də aydın idi, amma biraz da hündürdən danışsalar yaxşı olur. Mən də razıyam. Uşaqlar, biraz da diyaloğunuzu hündürdən çatdırsanız və biraz da mən də əlavə edirəm ki, aktyorluq bacarığını biraz da artırsalar, biraz da obrazlı çıxış eləsəklər daha da gözəl olardı və qarşıda ki, bizim dərslərimizdə bu təbii ki olacaq və gəlin sözü verək dərlərimizin rəhbəri Gülbəz xanım Muxtaroviyə, görək o bizim bugünkü çıxışımızı necə dəyərləndirir. Siz də buyurun Mehimin yanına. Uşaqlar, mən bugün sizin hər birini təbrik edirəm. Balaca aktyorlarımızdır, Harmoniya Dərnəyinin balaca aktyorları. Bu tamaşa mənim çox xoşuma gəldi. Hər birinizin nitqi çox gözəl idi. Bacarıqlarınız çox gözəl idi. Aktyorluq bacarığı daha gözəl idi. Təbrik edirik uşaqlar. Özümüzü təbrik edirik. 1, 2, 3 deyib harmoniya deyirik. 1, 2, 3. Harmoniya! Özümüzü gəlin təbrik edib alqışlayaq.